telefonlarda yazı dilini dəyişmək deyir. Gördüyünüz kimi burada hal-hazırda ingilis dilində olan əlifbadır klaviaturada, bir də rus dilində olan əlifbadır. Bu yazı dilini dəyişmək üçün olan düyməni basdıqda gördüyünüz kimi Azərbaycan dili gəlmir. Tutaq ki, burada bizə Azərbaycan əlifbası lazımdır. Orada bizə hərflərini yazmaq lazım olduğu hallarda bizə Azərbaycan dilində olan klaviatura lazım olur. Bunu buraya əlavə etmək üçün nə edirik? Burada isə daxil oluruq ayarlara. Ayarlarda gördüyünüz kimi burada aşağı hissələrdə ek ayarlar yazılıbdır. Məndə telefon türk dilində olduğu üçün türk dilində yazılıb ek ayarlar. Buraya daxil oluruq. Buradan dillər və giriş bölməsi var. Onu seçirik. Burada isə klavyeləri yönət bölməsi var. Bunu seçdik. Bunu seçdikdən sonra belə bir şey gəlir. Burada isə lap birinci olan bölməni seçirik. Belə bir şey gəlir. İndi isə buradansa dilləri seçirik. Dilləri seçdikdə klavye əklə bölməsi var. Klavye əklə bölməsindən isə Azərbaycan dili olan bölümü seçirik və burada isə Azərbaycan dilində olan bir neçə dənə müxtəlif klaviatura forması var. Bəzilərində bizə lazım olan hərfləri yoxdur. Əl yazısı var. Bu əl yazısı adi qaydada dəftər qələmlə necə yazırıqsa, burada da o qaydada yazırıq, hərfləri daxil edir lazım olan bölməyə. Bizə lazım olan ən zəngin klaviatura budur. Burada ş hərfləri var. Bu birisi klaviaturalar isə formaları ilə fərqlənir. Fərqli formalardadır. Buradan baxıb istədiyiniz formanı yenə seçə bilərsiniz. Burada istədiyiniz formada sizə uyğun hansıdırsa onları da əlavə edə bilərsiniz. Ən əsası bizə lazım olan bu bütün hərflərin hamısı olan klaviaturadır. Məsələn, bunu salmaq istəyiriksə, atmetka qoyub buradan bitdi düyməsini vururuq və beləliklə yazı dilimiz gəlir, klaviatura bölməsinə düşür. İndi isə yoxlayaq. Dilləri dəyişib yoxlayaq. Gördüyünüz kimi bizə lazım olan klaviaturanı bura bu şəkildə əlavə etdik.